Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu Məcnun küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğında mühafizə xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 225 kvadrat kilometr olan 2 mərtəbəli müxtəlif təyinatlı obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda park edilmiş avtomobillərə və tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülür. Yanğın nəticəsində ümumi sahəsi 15 kvadrat kilometr olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan obyektin ikinci mərtəbəsində yerləşən kafenin plastikdən ibarət pəncərələri deformasiya edib. Obyektin böyük hissəsi yaxınlıqda park edilmiş avtomobillər və digər tikililər yanğından mühafizə olunub. Fikrət Qədimli, Bölgə TV.